Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin. Allah Taaladan duamız budur ki, inşallah bizlərə təqvalı olmağı nəsib etsin. Və o cümlədən özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala'nın Əsmaül Hüsnada gözəl adları barəsində danışırdıq. Əl-Qəni ismi barəsində danışdıq ki, Allah Taala çox zəngindir və ehtiyacsızdır. Və bu barədə biz danışdığımız zaman Quran-ı Kərimdən bir neçə ayələrdən və bununla əlaqəli mövzulardan istifadə etdik. Bu günləri yeni bir ismi barəsində danışacağıq. Allah Taala'nın bir ismi barəsində danışacağıq ki, hansı ki, biz ibadətlərimizdə o addan istifadə edirik. Allah Taala'nın isimlərindən olan Əl-Qarib. Allah Taala qaribdir. Qarib yəni yaxındır. Qurb sözündəndir. Qarib sözü qurb sözündəndir. Yaxın olmaq mənasını bildirir. Namazda, ibadətlərimizdə qurbətən iləllah deyirik. Bu həmin sözdəndir. Qurban həmin sözdəndir. Ondan sonra bir neçə adlar elə bu isimdən qaynaqlanır. Qarib, yəni çox yaxın olmaq deməkdir. Allah Taala'nın qarib ismi budur, yəni çox yaxın olmaq. Elə bir yaxınlıq ki, hələ onun bənzəri yoxdur. Allah bəndəsinə o cürünə yaxındır ki, dünyada onun bir bənzəri yoxdur. Bənzərsiz bir yaxınlığı var Allah Taala'nın. Biz yaxın olmaq deyəndə iki cür yaxınlıq bizim diqqətimizə gəlir. Bir maddi yaxınlıq var, cismən yaxın olmaq var, bir ruhən yaxın olmaq var. Maddi yaxınlıq, yəni cismən yaxınlıq, mənəvi yaxınlıq isə yəni ruhun yaxın olmasından bəhs edir. Mənəvi yaxınlıq maddi yaxınlıqdan daha üstündür, daha qalıcıdır, daha təsirlidir. Ümumiyyətlə bir şeyi müqayisə edəndə mənəviyyatla maddiyyatı, mənəviyyat maddiyatdan daha üstünlüyü təşkil edir. Daha üstünlüyü təşkil edir. Maddi və mənəvi dediyimiz zaman, yəni görünənlə görünməyən. Maddə, yəni görünən, mənəvi, yəni görünmür, görünməyəndir. Arasındakı müqayisə bu cürdür. Məsələn, misal olaraq göstərsək, görünməyən barəsində insanın ağlı. Hələ İmam Cəfəri Sadiqin zamanında bir tələbələrindən var idi. Adı Momin idi. Momin Taq deyirdilər ona. Bəzən onu bənzər edirlər Bəhlul Danəndə ilə. Deyirlər, elə Bəhlul Danəndə o olub. Bu barədə ixtilaflar var. Hər halda bu, bəzi əqidə sahibləri ilə mübahisə etdiyi zaman ağıl mövzusuna müraciət edirdi ki, ağıl görünməyən mövzulardandır, mənəviyyata aiddir və ən dəyərlidir. Necə ki, İmam Hüseyin əleyhissalamın kəlamında var ki, İmam Allah Taala'ya xitabən buyurur ki, ilahi, əgər bir kəsə ağıl vermisənsə, onu daha nə verməmisən? Əgər bir kəsə ağıl verməmisənsə, onu daha nə vermirsən? Yəni, ağıl o qədər dəyərli nemətdir. Ən üstün nemətlərdəndir. Yaxud ruhla cisim. Ruh insanın mənəviyyatına aiddir, cisim maddiyyata aiddir. Ruh cisimdən üstündür. Ruh cisimdən üstündür. Üstünlüyü nədədir? Ruh cisimdən dəyərlidir. Dəyəri nədədir? Ruh ki, bədəndən çıxandan sonra, cisimdən çıxandan sonra o həmin bədən, cəsəd başlayır iyilənməyə. Ruh bədəni tərk edəndən sonra başlayır bədən iyilənməyə. Dərhalda torpaqla onu dəfn eləyirlər ki, daha da pis qoxular baş verməsin.
Birdən əgər ruh bədəndə ikən dəfn eləsələr, deyərlər ki, həmin adama qatildir. Görürsünüz, ruhun bədənə olan nisbət necədir? Əgər diri insanı diri-diri torpağa dəfn eləsələr, dəfn edən adama deyərlər, filankəs qatildir. Nə üçün? Diri-diri insanları torpağa gömürüb, dəfn edib. Bəs ona görə də buradan da məlum olur ki, mənəviyyat maddiyyatdan üstündür. Quran-ı Kərimdə Allah Taala bu barədə bir neçə misallar buyurur. Məsələn, sual verək, axirət üstündür yoxsa dünya üstündür? Dünya əhli deyəcək ki, əlbəttə dünya üstündür. Amma axirətə imanı olan insanlar axirətin üstün olmasını deyəcəklər. Quran-ı Kərimdə də Allah Taala bu cür buyurur. Bəl tu'thirunəl həyətəd-dunya. Onlar axirət həyatına üstünlük verirlər. Kimlər? Dünya əhli. Axirət həyatına üstünlük verirlər. Allah Taala buyurur ki, "Vəl-əxirətu xeyrun və əbqə." Axirət isə daha xeyirlidir və davamlıdır, qalıcıdır. Yəni mənəviyyatla maddiyyatın fərqi budur. Yəni maddiyyatla mənəviyyatın fərqi bu cürlə. Allah Taala bəndəsini hər tərəfli əhatə edib. Allah Taalanın yaxınlığı barəsində bəzən səhabələr Peyğəmbərdən soruşur. Oxuyacağımız ayə Bəqərə surəsinin 186-cı ayəsidir. Həmin ayənin təfsirində müfəssirlər qeyd edirlər ki, səhabələr Peyğəmbərdən soruşurlar ki, Peyğəmbər, biz dua eləyəndə bərkdən dua eləyək, yoxsa yavaş-yavaş dua eləyək? Allah Taala ayə ilə cavab verir. Bismillahirrahmanirrahim. Və izə səaləkə ibadi ən. Peyğəmbər, bəndələrim mənim barəmdə səndən soruşduqda, fə inni qəribun. Mən onlara çox yaxınam. Ucibu dəvətə dəi. Dua edənin duasını qəbul edirəm. Ucibu dəvətə dəi izə dəani. Dua edən şəxsin dua etdiyi zaman duasını qəbul edirəm. Fəl yəstəcibu li. Allah Taala buyurur ki, mənə cavab verin. Fəl yəstəcibu li. Mənə cavab verin. Yəni, əgər siz istəyirsiniz ki, siz çağıranda Allah Taala sizə cavab versin, Allah çağıranda da siz Allahın çağırışına cavab verin. Fəl yəstəcibu li. Vəl-yu'minu bi. Allah Taala buyurur ki, mənə iman getirin. Allaha iman getirin. Allaha inanın. Ləalləhum yərşudun. Siz bunu inan rüşd əldə edərsiniz. Bunu inan siz mənəvi yüksəliş əldə edərsiniz. Bunu inan Allah Taala sizə doğru yol nəsib edər. Bəqərə surəsinin 186-cı ayəsində Allah Taalanın qərib, yəni yaxın olmasına şahid oluruq. Düzdür, bizim dilimizdə qərib o sözə deyirlər ki, filankəs uzaqdır, yəni qəriblikdədir, yəni vətəndən uzaqdır. Əslində, ərəb dilində o qərib yox, qəribdir, ğ-la səslənir. Bizim dilimizdə var neçə elə ərəb sözləri ki, hərf dəyişikliyi ilə məna dəyişikliyi baş verib onlarda. Qərib, yəni uzaqda olan, uzaqlıqda olan. Qərib isə kimə deyirlər? Qərib o kəsə deyirlər ki, yəni yaxında olan. O cümlədən Allah Taala Quran-ı Kərimin Hud surəsinin 61-ci ayəsində buyurur. Allah Taala buyurur ki, və ilə Səmudə əxəhum salihən. Səmud qövmünə onların qardaşını göndərdik, Salihi göndərdik. Peyğəmbərlərdən birinin adıdır, Salih Peyğəmbərdir. Səmud qövmündəndir. Quran-ı Kərimdə Allah Taala o həmin qövm barəsində danışır. Ad və Səmud qövmü barəsində danışır. Allah Taala buyurur ki, və ilə Səmudə əxahum. Onların öz içlərindən göndərdik. Diqqət eləsəz, Allah Taala nə qədər incəliklərə diqqət yetirir. Başqa yerdən, başqa məntəqədən göndərmiş. Başqa şəhərdən göndərmiş. Elə Peyğəmbəri o cəmaatın özünün içindən çıxartır. Özünün içindən çıxartır. Nə üçün özünün içindən çıxartır? Yəni, cəmaat ona inam, etiqad etməkdə, inanmaqda bəhanə getirməsinlər. Yəni, sizin tanıdığınız adamdır, bildiyiniz adamdır.
O cümlədən Allah Taala buyurur ki: "Və ilə Səmudə əxəhum Salihə." Səmud qövmünə onların qardaşı Salihi göndərdik. Salih dedi, qalə dedi: "Ya qavmi, ey mənim qövmüm, ubudullah, Allaha ibadət edin. Ubudullah. Mə lekum min ilahin qeyruh." Allahdan başqa məbud yoxdur. Allahdan başqa tanrı yoxdur. Mə lekum min ilahin qeyruh. Huve enşəəkum minəl ərd. Allah Taala sizi torpaqdan yaratdı. Huve enşəəkum minəl ərd və istəmərəkum fiyhə. Və torpağı da sizə həvalə elədi. Sizi torpaqdan yaratdı və bu torpağı da sizə həvalə elədi ki, buranı abadlaşdırın, gözəlləşdirin dünyanı. وَاسْتَعْمَرَكُمْ فِيهَا. Dünyanı gözəlləşdirin, abadlaşdırın. فَاسْتَغْفِرُوهُ. Allah Taala'dan bağışlanmaq istəyin, istiğfar edin. ثُمَّ تُوبُوا إِلَيْهِ. Sonra tövbə edin. Əvvəl ardıcıllığa diqqət edin. Nə gözəl ardıcıllığı Həzrəti Salih əleyhissalam öz qövmünə deyir. Deyir, Allahdan bağışlanmaq istəyin, sonra tövbə edin. ثُمَّ تُوبُوا إِلَيْهِ. İnnə Rəbbi qəribun mucib. Həqiqətən mənim Rəbbim daha yaxındır və cavab verəndir və sizin çağırışınıza cavab verəndir. Bu Hud surəsinin 61-ci ayəsindədir ki, Allah Taala'nın yaxın olmasına misal olaraq bu ayədə göstərilir. Və çox maraqlı məsələlərdən biri budur ki, ərəb dilinin qrammatikasında müəyyənlik artiklı var. Əlif-lam artiklı deyirlər. Allah Taala'nın bəzi isimlərində o həmin əlif-lam artiklı gəlir, əl artiklı gəlir. Bu həmin qərib ismində Allah Taala'nın qərib ismində əlif-lam artiklı gəlmir. Bunu təfsirçilər bu cür izah edirlər. Deyirlər, insanlar o yaxınlığı düşünə bilməz. Bu insanlar arasında müəyyən ola bilməz ki, Allah Taala onlara nə cür yaxındır. Düzdür, oxuyacağıq hansı ayələrlə Allah Taala bizi izah eləmək istəyir ki, Allah Taala'nın sizə yaxın olduğu qədər başqa bir kəs yoxdur. Allah Taala'nın sizə yaxın olduğu qədər. Bəs növbəti ayədə Allah Taala Səbə surəsinin 50-ci ayəsində buyurur. Peyğəmbərin dilindən. Bir peyğəmbər denə. Qul inə zələltu fə innəmə əzillu alə nəfsi. Bəzən peyğəmbərin dili ilə bu sözü Allah Taala cəmaata deyir. Və cəmaata da düz yolu, doğru yolu göstərir. Doğru yol nə cürdür? Doğru yol hansı yoldur? Deyir, denən, əgər ki, mən zəlalətdə olsam, fə innəmə əzillu alə nəfsi. Və mən özümü zəlalətə tərəf apararam. Yalnız özümü zəlalətə tərəf apararam. Bu ayənin bənzərliyi var. Bu ayənin bənzərliyi var. Mən həmin ayəni sizin üçün oxumuşam. O ayə Fironun ailəsindən olan mömin bir şəxsin dediyi ayəyə bənzərliyi var. Həzrəti Musa əleyhissalam onlara bu sözü dediyi zaman, Allaha tərəf dəvət etdiyi zaman, bir Fironun ailəsindən olan mömin bir şəxs dedi, əgər o yalan deyirsə, Musa Peyğəmbər üçün buyurdu. Dedi, əgər o yalan deyirsə, yalanı özünə qaydar. Bizə bir zərər edə bilməz yalanı ilə. Yox, əgər o doğru deyirsə, onda biz ziyana uğrayarıq. Bu ayədə də Allah Taala buyurur ki, Peyğəmbər denə, əgər mən azğınlıqda olsam, yalnız özümü azdıraram. وَاِنِ اِحْتَدَيْتُ فَبِمَا يُوهَا اِلَيَّ رَبِّ. Və əgər mən doğru yolda olsam, əgər düzgün yolda olsam, فَبِمَا يُوهِ اِلَيَّ رَبِّ. Rəbbimin mənə etdiyi vəhyin sayəsindədir. Rəbbimin mənə göndərdiyi ayələrin doğru yolun sayəsindədir. İnnəhu səmiun qərib. Həqiqətən mənim Rəbbim eşidəndir və daha yaxın olandır. Bəs biz bu həmin Allah Taala'nın qərib ismi barəsində olan ayələri inşallah gələn cümə günündə də davam edəcəyik və Allah Taala bizə yaxındır və bizim də Allah Taala'ya
yaxın olmağımızı Allah Taala bizlərə nəsib etsin. Allah Taaladan duamız budur ki, Allah Taala ömrümüzdə bir an olsun belə Allah Taaladan qafil olmamağı nəsib eləsin.